Salam, istəyirsinizmi müştəriləriniz sadəcə alıcı olmasın, biznesinizin belə deyək ən sadiq tərəfdarı olsun. Bax, bugünkü mövzumuz məhz bunun açarı olan müştəri əlaqələri idarə etməsi, yəni CRM haqqındadır. Gəlin görək, bu gərgin rəqabət mühitində fərqi necə yarada bilərik? Gəlin bir anlıq fikirləşək. Yadınızda salın o anı. O məyusluğu, o əsəbi. Xatırladınız elə deyilmi? Yəqin ki, hamımızın danışmağa belə bir hekayəsi var. Və sual budur, o pis təcrübə həmin şirkətə, o brendə olan münasibətinizi necə dəyişdi? Bax, elə bu şəxsi təcrübələr göstərir ki, müştəri ilə düzgün əlaqə nə qədər həyati bir məsələdir. Çox doğru bir söz var, deyirlər ki, razı müştəri bəlkə də sevincini yalnız sizinlə bölüşəcək, amma narazı bir müştəri o narazılığını bütün dünyaya car çəkəcək. İndiki zamanədə, sosial media dövründə bir dənə negativ rəy inanın ki, meşə yanğını kimi yayılır. Bu isə o deməkdir ki, müştəri məmnuniyyəti artıq sadəcə bir seçim yox, biznesin sağ qalması üçün bir zərurətdir. Yaxşı, bu riskləri başa düşdük, bəs həll yolu nədir? Biznesləri bu cür problemlərdən qoruyan, müştəri sadiqliyi yaradan o güclü alət, yəni CRM özü nə deməkdir əslində? Gəlin indi bu məsələnin təməlinə inək. Ən sadə dillə izah etsək, CRM bu elə bir strategiyadır ki, müştərinin sizə ilk salam verdiyi andan ta satışdan sonra belə onunla olan bütün əlaqənizi idarə edir. Məqsəd nədir? Müştəriləri qazanmaq, onlarla münasibəti dərinləşdirmək və axırda da onları brendinizin, belə deyək, pulsuz vəkillərinə çevirməkdir. Və təbii ki, bütün bu işlərin arxasında dayanan əsas hədəf gəliri və mənfəəti artırmaqdır. Uğurlu bir CRM sistemi qurmaq üçün özünüzə bir neçə kritik sual verməlisiniz. Məsələn, müştəriləriniz kimlərdir sualı. Yəni, söhbət təkcə yaşdan, cinsdən getmir, onların əsl dərdi nədir? Sizin məhsulunuz onların hansı problemini həll edir? Yaxud sizin üçün nə qədər dəyərlidirlər sualı. Bilirsiniz, bütün müştərilər eyni deyil. Hansı müştərinin daha dəyərli olduğunu bilmək, resurslarınızı, vaxtınızı düzgün yönəltmək deməkdir. Yaxşı, bəs bu suallara düzgün, səmimi cavabları hardan tapaq? Yol bircə dənədir, o da perspektivi dəyişməkdir. Gəlin belə deyək. Bu, bəlkə də CRM-in qızıl qaydasıdır. Öz kreslonuzdan durub, masanın o biri tərəfinə keçmək və dünyaya bir anlıq müştərinin gözləri ilə baxmaq. Bilirsiniz, biz öz işimizə, məhsulumuza heyran ola bilərik, bu normaldır. Amma bir dəmir reallığı var. Müştərinin sizin möhtəşəm məhsulunuz, açığı heç vecinə də deyil. Onu maraqlandıran tək şey öz probleminin həllidir. Nə vaxt ki biz onların eynəyini taxıb, vəziyyəti onların gördüyü kimi anladıq, bax o zaman onlara sadəcə bir məhsul yox, əsl dəyər satmağa başlayırıq. Əvvəllər satışa necə baxırdılar? Bir növ ovçu şikar oyunu kimi. Müştərini ovla, satışı bağla, vəssalam, keç növbəti şikara. Amma indi zamanə dəyişib, müasir biznesdə bu yanaşma işləmir. İndi məqsəd bir dəfəlik satış yox, uzun müddətli, hər iki tərəfin qazandığı bir tərəfdaşlıq qurmaqdır. Yaxşı, bu tərəfdaşlığı necə quracağıq? Bu münasibəti sarsılmaz edən o, belə deyək, sehirli yapışqan nədir? Cavab əslində çox sadədir. Ünsiyyət. Amma adi yox, effektiv ünsiyyət. İndi gəlin bu əlaqələri gücləndirən bəzi sirlərə baxaq. Baxın, effektiv ünsiyyət deyəndə ağlınızda mürəkkəb texnikalar filan gəlməsin, söhbət sadə, insani toxunuşlardan gedir. Müştərinin vaxtına hörmət etmək, bütün diqqətindən ona qulaq asmaq, texniki terminlərin arxasında gizlənmədən onun başa düşdüyü dildə danışmaq. Bütün bunlar birləşib, müştəriyə tək bir güclü mesaj verir. Sən bizim üçün növbəti rəqəm deyilsən, sən dəyərli bir insansan. Və gəldik çox vacib bir məqama, bəlkə də qızıl qaydaya. Narazı müştəri ilə danışanda problemi həll etməyə tələsməyin. Onun ilk istədiyi şey nədir bilirsiniz? Sadəcə ürəyini boşaltmaq. Hiss etmək ki, kimsə onu dinləyir, başa düşür. Ona bu imkanı verin. Sözünü kəsmədən, səmimi şəkildə qulaq asın. Görəcəksiniz, ürəyini boşaldandan sonra sizin həll təkliflərinizə daha açıq olacaq. Əlbəttə ki, həyatda hər şey həmişə yağ kimi getmir, elə deyilmi? Biznesdə də belədir. Şikayətlər olacaq, bu qaçılmazdır. Amma əsl ustalıq, o şikayəti, o problemi bir fürsətə çevirməyə bacarmaqdır. Qəzəbli bir müştəri ilə danışanda özünüzə həmişə bunu xatırladın. Bu şəxsi deyil. Onun əsəbi sizə deyil, sizin şəxsinizə deyil. O yaşadığı problemə və sizin təmsil etdiyiniz şirkətə əsəbiləşib. Bax, bu kiçik fikir, bu cümlə, vəziyyəti soyuqqanlı idarə etmək üçün sizin ən böyük köməkçiniz olacaq. Yaxşı, gəlin konkret addımlara baxaq. Belə vəziyyətlər üçün 6 addımlıq, belə deyək, bir yol xəritəmiz var. Fikir verin, birinci addım nədir? Dinləmək, sözünü kəsmədən. Hələ heç bir həll təklif etmirsiniz, heç bir bəhanə gətirmirsiniz. Sadəcə dinləyirsiniz.
Sonra problemi qəbul edirsiniz. Yəni sizi başa düşürəm deyirsiniz. Bax, yalnız bunlardan sonra vəziyyəti qiymətləndirib, araşdırıb həll yolları təklif edirsiniz. Bu ardıcıllıq kritikdir. Çünki bu proses təkcə problemi həll etmir, həm də itirilmiş etibarı geri qaytarır. Deməli, baxın, müştərini başa düşdük, onunla düzgün dil tapdıq, hətta ən çətin məqamları belə lehimizə çevirməyi öyrəndik. Yaxşı, bəs bütün bunların sonu hara gedib çıxır? Ən yüksək hədəfimiz nədir? Cavab budur, müştərini tərəfdaşa çevirmək. Və gəlib çıxdıq əsas məsələyə. Məqsəd, dostlar, bir dəfə mal satıb pulu almaq deyil, əsla. Məqsəd, zaman keçdikcə daha da güclənən, etibarə əsaslanan bir əlaqə qurmaqdır. Çünki biznesdə əsl böyük pullar, əsl qazanc, bax məhz bu sadiqlikdədir. Yaxşı, bu tərəfdaşlıq sözdə gözəl səslənir, bəs əməldə bunu necə edək? Məsələn, müştəriyə təkcə məhsulun texniki xüsusiyyətlərini danışmayın. Ona rəqəmlərlə göstərin ki, sizin məhsul onun cibinə, onun biznesinə konkret nə qədər fayda verəcək və ya həmişə gözləniləndən biraz artığını edin. Bu əlavə dəyər qatmaq deməkdir. Bilirsiniz, bu restoranda hesabla birgə gələn o balaca gözlənilməz şokolad kimidir. Kiçik bir jestdir, amma çox güclü təəssürat yaradır. Və sonda, gəlin bir anlıq bu cümlə haqqında düşünək. Dünənki mükəmməl xidmət, bugünün adi standart xidmətidir. Sabah isə bəlkə də müştərinin narazı qalmasına səbəb olacaq. Nə deməkdir bu? Bu o deməkdir ki, müştəri məmnuniyyəti finiş xətti olan bir yarış deyil. Bu, sonu olmayan bir səyahətdir. Daima irəli getməlisən, daima özünü aşmalısan. Sual budur, siz bu daimi inkişaf səyahətinə hazırsınızmı?